Salam əziz Sport 1 izləyiciləri, ötürmə yenidən efirdədir. Bu dəfə fərqli məkandan Mingəçevir şəhərindən sizi salamlayıram. Qonağım da fərqli bir şəxsdir. İdman Xəbərası saytının baş redaktoru və təsisçisi Səxavət Qurbanov. Xoş gəlmisiniz Səxavət bəy. Təşəkkür edirəm, minnətdaram dəvət üçün. Mən də təşəkkür edirəm ki, belə bir şəraitdə qəbul edirsiniz ki, bu verilişi çəkək. Həmişə biz Azərbaycan Premyer Liqasından danışırıq, Azərbaycan futbolunda baş verən hadisələri müzakirə edirik. Premyer Liqanın 29-cu turunda 6 maraqlı qarşılaşma keçirildi. Tur Qubada başladı. Qubada İmişli Sumqayıtla qarşılaşdı və Kimyaçılar 2-0 hesabı ilə qalib gəldi. Əvvəlcə elə oyundan başlayardıq. Romanikov dubli sayəsində Saşa İliçin komandası qalib gəldi. Əslində hər iki komanda müəyyən bir dönəm ərzində yaxşı performans sərgiləyə bilmirdi. Ancaq zaman keçdikcə xüsusən də son turlarda hər iki komanda yaxşı performans sərgilədi. Xüsusilə də İmişlini özünü götürsək ki, komanda inamlı, belə deyək ki, oyunla xal və xallar qazandı. Sumqayıtın bu səfərdən qələbə qazanması onun adına yazılmış müsbət məqamlardan biridir. Hər halda Saşa İliçin komandası da heç də yaxşı günlərini yaşamır. İndi bu sualı verəcəksiniz, amma onlar da Avrokubok zonasındaydılar. Lakin belə deyək, bu yarışdan tez qopdular və komanda müəyyən bir dönəmdə eniş yaşadı. İndi ümumi götürdükdə hər iki komanda üçün bu oyun belə deyək ki, vacib idi. Çünki belə deyək, müsbət nəticələrin davamı gətirmək baxımından bu məsələdən Saşa İliçin komandası üzə ağ çıxdı. Nəyə görə Sumqayıt strategiyanı dəyişdi? Yəni bu bilinməzlik baş verdi. Mövsümün ilk yarışı çox yaxşı çıxış edirdilər. Hətta ilk üçlüyə belə oynaya bilərdilər. Amma birdən-birə Saşa İliç çıxdı mətbuat konferanslarına bildirdi ki, rəhbərliyin qərarı ilə strategiya dəyişir, amma rəhbərlikdən rəsmi belə bir açıqlama yoxdur. Nə baş verdi, belə deyək də, klub rəhbəri və Saşa İliç arasındakı belə bir situasiya yaşandı? Əslində hər bir komandanın mövsümdən öncə bir strategiyası olur. Bunlar ya Avrokubok zonasında belə deyək, Avrokuboklara getmək üçün ya çempionat yolunu seçirlər, ya kubok yolunu. Bu məsələdə Sumqayıt mən belə başa düşürəm ki, qeyri-müəyyənlik içində qaldı. Daha sonradan artıq qərarını kuboka yönəldəndən sonra çempionat oyunlarının xüsusən də ki, Kəpəzə bir acı məğlubiyyət var idi. Həmin o maçdan sonra demək olar ki, komanda Avrokubok zonasından qopdu və Saşa İliçin özü də oyundan sonraki açıqlamasında dedi ki, biz gənc futbolçulara güvənəcəyik. Hərçənd ki, bu belə olmadı. Müəyyən oyunlarda təbii ki, gördük, amma tam olaraq 8-9 legioner futbolçu ilə oynadılar. Legioner futbolçu ilə oynadılar. Niyə qopdu, nə üçün qopdu? Bu arada klub rəhbərliyinin öhdəsində olan və bu suala cavab verəcək şəxslər onlardır. Ancaq ümumi götürəndə belə deyək, mənim düşüncələrimə və təhlillərimə görə Sumqayıt kubok yolu ilə daha məqsədli bildi Avrokuboka getməyi və daha rahat bildi. Təəssüf ki, onlar da o zonada belə deyək, uğursuzluq yaşadılar. 2025-26 mövsümünü İmişli üçün uğurlu hesab etmək olarmı? Təbii ki, debutant komanda üçün hazırki nəticələr yaxşıdır, yaxşı hesab etmək olar. Çünki eyni qaydada Karvan Yevlax da onlarla birlikdə Premyer Liqaya yüksəlmişdilər. Lakin baxırsınız ki, onlardan gözlənilən nəticələrin altında qaldı Yevlax təmsilçisi. Amma İmişli, yəni belə deyək ki, müəyyən, xüsusən də mövsümün ilk yarısında çox yaxşı çıxış etdi. Daha sonradan təbii ki, uzun müddət qələbə qazana bilmədilər. Bu da belə deyək, məşqçilər korpusunun komandanı vəziyyətdən çıxartmalı idi, çıxarda bilmədi. Amma bu bilmədi deyək ki, mövsümün sonuna kimi təbii ki, olmadı. Son turlarda biz yenə belə deyək, müəyyən müsbət nəticələr gördük. Amma ümumi götürəndə komanda elitvanı tərk etməyəcəksə, təbii ki, biz bunu İmişli üçün, hətta play-off zonasında qərarlaşarsa, biz yenə bu nəticəni bir aya yığılmış bir komanda üçün uğurlu saya bilərik. Mövsümün əvvəlində bir belə deyək də hərc-mərclik var idi. Hamı düşürdü İmişlinin üstünə ki, öz belə deyək, şəhərlərində oynamırlar. Nəyə lazımdır bu komanda? Səncə bu nəticə ilə o fikri alt-üst edilmiş oldular, yoxsa da hələ də eyni davam etməlidir? Yəni mənə görə şəxsən məsəl üçün İmişli nə zamansa İmişliyə qayıdacaqsa, onda tam bir klub kimi formalaşmış olacaq. İstənilən halda Avrokuboklara oynamaq istəyirlər gələn mövsüm. Bunu həyata keçirsələr, İmişliyə getməsələr mənə görə hələm tam olmayan bir komanda olacaq, klub olacaq. Bilirsiniz, yanaşma ilə klubun iddiaları üst-üstə düşməlidir. Bilirsiniz, bugün klub çox yaxşı nəticələr qazana bilər. Faktiki olaraq bir dönəm biz eyni məsələni Araz Naxçıvan timsalında da gördük. Bakıda ev oyunlarını keçirirdi. Ümumiyyətlə Naxçıvan Azər Küşlər klubu görmədi. Söhbət Naxçıvanda yaşayanlardan gedir. Və bunlar Avrokubok oyunlarını Bakıda keçirdilər. Bir mövsümü, artıq neçənci mövsümdür, nəinki bir mövsüm. Mən sırf Avrokubok bəskə qazandıqları mövsümü nəzərdə tuturam.
Orada da yəni demək olar ki, ev oyundan Bakıdakı. Amma İmişli belə deyək, stadionu olan, belə deyək, şəraiti olan bir klubdur. Söhbət nədən gedir? Yəni faktiki olaraq İmişlidə bir stadion var Premyer Liq oyunları keçirilməsi üçün təbii ki, müəyyən dəyişikliklər, orada kosmetik dəyişikliklər etmək şərti ilə. Burada indi orada müəyyən dövrlərdə mətbuatda da yazıldı ki, o klub rəhbərliyindən qaynaqlanan bir məsələ deyil, bu məsələ onları da aşır. Lakin yenə də deyirəm, İmişli yaxşı olardı ki, bir zonada heç olmasa oynasın. Çünki mövsümün əvvəlində Şamaxıda başladılar, hazırda Qubada davam edirlər. Klub İmişlini təmsil edir, amma İmişli azarkeşlərin belə bir klubdan varlığından yalnız sosial şəbəkələr vasitəsilə məlumatlanırlar. Çox güman ki, klub rəhbərliyi mütləq ki, bu məsələni həll etməyi istəyir və güman edək ki, yeni mövsümdən bu məsələdə bir müsbət belə deyək, xəbərlər eşidərik. Çünki biz özümüz də bölgə futbolunun bölgələrdə təmsil olunmasının tərəfdarıyıq. Keçək o birisi oyuna Qəbələ Araz Naxçıvanla heç-heçə etdi. 1-1 oyun başa çatdı. Məni bu mövsüm çox təəccübləndirən və təəssüfləndirən Qəbələdir. Play-off zonasındadır və 5 xallıq bir fərq qalıb Karvan Yevlaxla. 4 tura məncə bu öz arasında oyun var. Sonuncu turda da İmişli ilə oynayacaqlar Karvan Yevlax. Bu xalı məncə qapıya bilərlər. O həyəcanı hiss edirmi Qəbələ rəhbərliyi səncə? Yəni birdən-birə Elmar Baxşeyevi göndərdilər 2 mövsüm bundan öncəki Premyer Liqada. Hə, Qəbələ. Qəbələ 2 mövsüm öncəki Premyer Liqada qalsınlar, Kaxanı gətirdilər. Kaxa komandanı saldı. Yenidən qaytardı Premyer Liqaya, amma yenə də Kaxa bacarmır komandanı Premyer Liqada saxlamağı. Belə görsənir. Düz indi xal fərqi var. 11-ci yerdədirlər. Play-off oynamaq məncə bu mövsüm Qəbələ üçün yəni uğursuz nəticədir. Saldı deməzdim, çünki Kaxa bir sıxadaca kluba gələndə kifayət qədər ciddi bir xal intervalı yaranmışdı. Amma 5 tur qalmış. Biz xüsusi bir şey gözləyə bilməzdik, çünki futbolçular nə Kaxaberin yığdığı, sıxadaca yığdığı futbolçular deyildi, nə bu qısa zamanda bu qədər belə deyək, komandanı komplektləşdirmək və düşdüyü situasiyadan çıxartmaq çox ağır bir belə deyək məsələdir. Bunu da Kaxaber bacarmadı. Lakin klubu Premyer Liqa təzyiqini daşımaq və hazırda da qərarlaşdığı yer nəzərə alsaq, mən düşünürəm ki, Qəbələ hər bir halda Premyer Liqanı tərk etməyəcək. Play-off oynasa belə tərk etməyəcək. Çünki bu günlər o komandanın belə deyək, yaxşı heyəti, komplektləşdirilmiş heyəti və xüsusi bir oyunu var. Bu baxımdan düşünürəm ki, onlar bu Premyer Liqanı tərk etməyəcəklər. Araz Naxçıvanla bağlı rəhbər dəyişikliyi olacağı gözlənilir. Zahir Axundov da çıxdı, müsahibə verdi ki, mən tək qalmışam ortaqda, komandaya yaxın duran yoxdur. Bu açıqlamalardan sonra düşünmək olarmı ki, gələn mövsüm Araz Naxçıvan çox da iddialı bir klub olmayacaq? Hətta mən sizə deyərdim ki, ola bilsin ki, o klub dağıldı. Biraz iddialı səslənir təbii ki. Araz Naxçıvan Ceyhun bəy komandanı saxlayacaq. Araz Naxçıvanda hazırda qeyri-müəyyənlik hökm sürür. Klubun faktiki olaraq sponsoru ilə bağlı xoşagəlməz xəbərlər dolaşır, bilirsiniz. Bu artıq rəsmi xəbərlərdir, qeyri-rəsmi xəbərlər deyil. Və biraz da irəli gəlib demək olar ki, biz bu gün də bu xəbəri paylaşmışıq oxucularımızla ki, Araz Naxçıvan ev oyunları Naxçıvanda keçsin. AFFA-nın belə bir tələbi var. Klub qarşısında təbii ki, AFFA bütün klublar qarşısında bu şərti qoyur ki, çalışın ev oyunlarınızı elə öz meydanınızda keçirdin. Çünki belə deyək də, xüsusən siz bölgə klubusunuzsa, bölgədə orada oynamaz. Bəli. Bu məsələdə Araz Naxçıvanın mövsümü ümumiyyətlə yeni mövsümə başlayıb başlamayacaq da ayrı bir sual doğurur. Ona görə mən buna net bir şey deyəmərəm, çünki bu dəqiqə faktiki olaraq klub qeyri-müəyyənlik içərisindədir və belə deyək, gələcəyə nəsə nikbin baxmağa heç bir şey əsas və səbəb yoxdur. Getsələr necə həll edəcəklər? Məsəl üçün, siz də yazmışsınız o xəbəri. Harda oynamaq ehtimalları var? Yəni, Naxçıvan Muxtar Respublikasında da bir Premyer Liqa standartlarına uyğun olan bir stadion yoxdur. O stadion da hələ bu müddət bəhs edəcəyimi 2.5 milyon avroları qalır, yəni manatları qalır. Düzdür, Qarabağın Çempionlar Liqasındakı oyunlarına görə də əlavə bir ödənişlər olacaq. Aşağı yuxarı 5-6 milyonluq bir komanda olacaq da, yəni bacaracaqlarmı? Vallahi hazırdakı o Naxçıvandakı stadionun ot örtüyü də bərbad durumdadır. Ümumiyyətlə o stadiona yəni əməli başda əl gəzdirmək. Şərait də yoxdur bildiyim qədərlə. Həm PTS üçün, həm işıqlandırma sistemi də yoxdur. Əlavə də olaraq VAR sistemində orada tətbiq üçün heç bir şey yoxdur. Gərək ora xüsusi bir belə deyək VAR maşını, avadanlığı göndərərkən gərək orada qalsın. Yəni onun gedib gəlmək belə əlavə bir məsrəfdir. Bu baxımdan düşünürəm ki, onların Naxçıvana dönüşü mən nəsə elə hiss edirəm. Çünki bu qısa zamanda bu mümkün olmayacaq. Çünki acı götürün Turan Tovuzun
stadionunun ot örtüyünün düzəldilməsi nə qədər zaman aldı. Bəli. Tovuz klubu Bakıda müxtəlif stadionlarda ev oyunları keçdi. Sumqayıt olsun, Azərsun Arenası olsun. Yəni bu bax düşünürəm ki, yəni onlar yenidən yeni mövsümə Naxçıvanda ev oyunlarını keçirdə bilməyəcəklər, başlaya bilməyəcəklər. Lakin burada bir dənə müsbət məqam odur ki, əgər işə başlasalar, AFFA bu yöndə bəlkə dəstək olar kluba. Əgər onun da gərək görsün, AFFA görsün ki, faktiki olaraq nəsə iş görmək istəyir. Bəli. Səncə lisenziyasını ləğv eləyərlər, yəni Araz Naxçıvanın əlinə alınlar. Naxçıvan klubunun Azərbaycan futbolunda bir dəfə belə bir şey olub ki, Premyer Liqanın 5-ci turda tərk edib. Mövsüm davam edərkən tərk eləyib. Naxçıvan klubunu edə bilirsə, prinsipcə AFFA da çox şey eləyə bilər. Yəni çempionatı zabitlik qurumdur. Lazım gələrsə lisenziya şərtlərində göstərilən qərarımı deyim, müddəamı deyim, onlara əməl olunmayacaq təqdirdə AFFA-nın səlahiyyətində var ki, qərar istəsə onun əlindən lisenziyasını alar. Çempionatın növbəti oyununda Şamaxı Kəpəzlə qarşılaşdı. Şamaxı 2-0 hesabla qalib gəldi. Oyunu stadiondan izləyirdim. Şamaxı sanki qisas almaq bir eşqi ilə çıxmışdı oyuna. Birinci dəqiqələrdən qol vurmaq istəyirdi. Hətta deyərdim ki, Ayxan Abbasovun komandası ilk hissədə əgər dəqiq fərqlənə bilsəydilər, dəqiq oynaya bilsəydilər, 4-5-0 hesabı ilə qalib gələrdilər. Amma qarşılaşma 2-0 hesabı ilə başa çatdı. Şamaxı başa düşüləndi ki, Premyer Liqada qalmağı təmin edib Avrokuboklara gedə bilmir. Amma Kəpəzin play-off oynamaq şansı var. Bu məğlubiyyətdən sonra bir xala endi xal fərqi 11-ci komanda ilə Qəbələ ilə. Məncə Şamaxı haqqında çox danışmağa gərək yoxdur. Onlar da biraz komanda təmin edib, Ayxan Abbasov da gedəcəyini açıqlayıb. Onların başı qarışıb sadəcə və sadəcə yeni baş məşqçi axtarmağa. Amma Kəpəzdə vəziyyət biraz kritikdir. Nə baş verir Kəpəzdə? Prinsipcə Kəpəzdə elə bir ciddi bir şey baş vermir. Faktiki olaraq, yəni rəsmi yayılan xəbərlərdən götürsək, xüsusi bir şeylərin baş verdiyini deyə bilmərəm. Amma Qarabağ üzərində qazanılan qələbələrdən sonra, xüsusən son qələbədən sonra Kəpəzin hələ də özünə gələ bilməməyə ayrı bir belə deyək, müzakirə mövzusudur. Faktiki olaraq komanda ondan sonra belə deyək, ardıcıl məğlubiyyətlər aldı. Ara sıra indi bir neçəsi oldu bəlkə. Tam xatırlamıram. Mən düşünürəm ki, burada biraz fikir dağınıqlığı var. Çünki klub sanki klubun özü, yəni söhbət futbolçulardan və məşqçi heyətindən gedir. Bir anlıq Premyer Liqada qaldığını düşündü. Məsələ biraz da belə yanaşdılar. Arxanlaşdılar yəni. Arxanlaşma nəticədə getdi onların ardıcıl məğlubiyyətlər almasına səbəb oldu. Məncə zaman göstərəcək Kəpəzdə nələr baş verir, amma bugünkü gün üçün mən düşünürəm ki, hər şey qaydasındadır. Çünki futbolçuların, klub rəhbərliyinin futbolçulara heç hər hansı bir borcu yoxdur. Bu dəqiq məlumatdır. Qələbə bonusları baş məşqçi futbolçular arasında problemlər varmı? Bəlkə də nəticələrə bu təsir edə bilərmi? Azər Bağırovun ümumiyyətlə mən yaxından tanıdım bu məşqçini. İndiyə kimi çalışdığı yerdə futbolçuların hər hansı bir problemi olduğunu eşitməmişik, görməmişik. Əgər olubsa belə, bu mətbuata, futbol ictimaiyyətə sızmaması bu ilə klubun belə deyək, məşqçinin ayrı bir peşəkarlığıdır ki, onu konfidensial saxlaya bilir klub daxilində. Play-off oynamaq Kəpəz üçün pis nəticədirmi? Hər bir halda bəli. Çünki iki debutant komandanın gəldiyi bir mövsümün əvvəlində, mövsümün gedişində. Hətta 3 deyərdik, çünki Qəbələ yenidən qayıtmışdı. Yəni 3 tamam, mövsüm bəli, bu mənada Kəpəz üçün uğursuz saymaq olar. Düşünmürəm onlar play-off oynayar. Oynasalar belə, hər bir halda Karvan Yevlax zaten belə deyək, düşdüyü demək olar ki, bugün sabah rəsmiləşəcək. Hər bir halda o komandaların hər hansı birinin play-off oynaması Qəbələsi, Kəpəzi olsa fərqi yoxdur. O vəziyyətdən yəni komanda məncə uğurlu bir nəticə qazana bilər və Premyer Liqada qalmasını rəsmiləşdirir. Belə bir məlumat yayılmışdı ki, yəni Kəpəz artıq Gəncədə bu mövsüm oynaya bilməyəcək. Çünki vaxt məhdudiyyəti var. Komanda Gəncədə olsaydı, belə deyək, sona 3 tur qalmış, 5 tur qalmış, daha da yaxşı bir motivasiya olmazdımı? Mən düşünürəm ki, ümumiyyətlə Kəpəz Gəncədə oyunlarını keçirsəydi, hazırda komanda play-offa yaxın zonada belə qərarlaşmazdı. Minimum ən azı Şamaxının önündə bitirərdi mövsümü. Çünki burada azarkeş faktoru çox önəmlidir. Biz bilirik ki, Gəncəli azarkeşlərin kluba belə deyək, xüsusi sevgisi var və orada futbol sevilir. Yeni stadionun da olduğu nəzərə alsaq və ora kifayət qədər də azarkeşin gələcəyini nəzərə alsaydı, bu əlavə motivasiyadır və 12-ci oyunçu məsələsi Kəpəzi bu daha yaxşı nəticələr qazanmasına səbəb olacaqdır. Hamının çox belə deyək, maraqla gözlədiyi bir qarşılaşma baş tutdu. Neftçi Qarabağla qarşılaşdı, amma yəni dəyişən heç bir şey olmadı. Ağdam təmsilçisi flaqmanı 5-1 hesabla darmadağın etdi. Şəxsən mən bu nəticəyə
Və mən həm təəssüfləndim, həm də təəccübləndim. Çünki Vernudub çox yaxşı bir komanda formalaşdırmışdı. Belə bir deyimlər var idi. Hər kəs oyunla, Neftçinin oyunundan aşağı-yuxarı zövq alırdı. Amma Qarabağ göstərdi ki, yox, yəni biz hər zaman Neftçi ilə oyunlarda üstünlük. 2019-cu ildən bəri qələbəsi yoxdur. Axırıncı qələbələri çempionluq qələbəsidir. Niyə belə oldu? Neftçi sonuncu dəfə Qarabağı məğlub edəndə pandemiya idi. Hadi 2019-cu ildə çempionluq. Pandemiyadan çıxa Bu oyunla bilmirəm. bağlı çox danışmağa bir ehtiyac yox. Çünki bu uzun müddətdir qələbə qazanmamağın bu artıq Vernudubla da heç bir əlaqəsi yoxdur. Heç bu rəhbərliklə də bir əlaqəsi yox. Çünki daha öncəki rəhbərliyin dövründə də qələbələr artıq gəlmirdi. Ümumi götürəndə Vernudub üçün belə deyək, yaxşı komanda formalaşdırması bizi təəccübləndirir ki, yəni yaxşı komanda formalaşdırmış bir məşqçinin Komandası niyə belə uduzdu? Qarabağa böyük hesabla məğlub oldu. Bəlkə bir minimal hesabla məğlubiyyət olsaydı, bu belə qarşılanmazdı. Düşünürəm ki, Vernudubun bu komandası təxirə salınmış oyunda Qarabağdan xal alma ehtimalı var. Hətta deyərdim yüksəkdir. Və əgər bu dəfə də qələbə qazanılmasa, yəni uzun müddətli bir uğursuzluq sindromu qırılmasa, mütləq ki, növbəti mövsümdə Vernudub postunda qalacağı təqdirdə Qarabağı məğlub edəcək. Çünki artıq elə bir yaxşı bir komanda formalaşdıra bilib, bir də əlavə olaraq yay transfer dönəmində istədiyi futbolçuları komandaya cəlb edə bilsə, artıq belə deyək, Neftçini daha yaxşı yerlərdə görə bilərik. Bu mövsüm Neftçi Avrokuboklara gedə biləcək. Yəni nəzərə alaq ki, hakim səhvlərdə Neftçini çox pis vəziyyətə saldı. Aşağı-yuxarı ümumi epizodları götürsək, ən azı 3-cü pilləyə oynaya bilərdi. Ən azı 3-cü ya 2-ci üçün oynaya bilərdi bu mövsüm Neftçi. Belə hadisələrə rəğmən Neftçi Zirəni qabaqlaya bilərmi? Düzdür, orada kubok məsələsi də var. Kubokun finalında Zirə gərək Sabaha məğlub olsun. Sabah Zirəni məğlub etsin. Sabah Zirə Sabaha məğlub olsun. Yəni Sabah Zirəni məğlub etsin. Bu mövsüm alınacaqmı? Çətin görünür Neftçinin Avrokuboklara getməsi. Çünki Zirənin qarşıda 4 oyunu var və belə deyək, demək olar ki, çox çətin rəqiblər deyil. Təbii ki, o oyunların da hər hansı birində xal itirə bilər. Amma əgər Neftçi Avrokuboka getmək istəyirsə, təxirə salınmış oyunda Qarabağı mütləq məğlub etməlidir. Əks təqdirdə onun işi belə deyək, möcüzəyə qalacaq. Çünki bunun üçün Sabahın Zirəni məğlub etmək lazımdır. Kubokda Zirəni xal itirmək. Belə bir qarışıq bir situasiyada Neftçinin işi daha da belə deyək, qəlizləşəcək. Turantovuz Zirə ilə heç elədi. Bu nəticədən sonra belə başa düşdüm ki, artıq Turantovuz Avrokubokları təmin edib. Bir qələbə məncə mümkün edəcək ki, Tovuz təmsilçisi 32 illik fasilədən sonra Avrokuboklara vəsqə qazansın. Sevindirici məqamdır. Tovuzda futbolun belə deyək, Avrokuboklar həyəcanı orada yaşanması sevindirici məqamdır və bu Berdiyevin və təbii ki, klub rəhbərliyinin uğurudur. Uzun müddətli belə deyək, strategiya planının nəticəsidir. Klubun işə doğru yanaşmasının nəticəsidir. Avrokuboklara artıq demək olar ki, rəsmiləşməsə də an məsələsidir. Bir qələbə, bəlkə də bir xal, tam yadımda deyil o və o baxımdan deyirəm. Turantovuzun yenidən Avrokuboklara qayıtmasını deyəcək. Zirənin isə həmin görüşdə qələbə qazansaydı daha yaxşı olacaqdı öz adına. Lakin oradan Rəşid Sadıqovun bir sözü var. Biz Avrokubok zonasına qərarlaşmış komandalardan bəzilərinin oyunda yaxşı oyun sərgiləməyəndə komandası deyir ki, bir xal belə bizim üçün yaxşı nəticə saymaq olar. Düşünürəm ki, yaxşı nəticə saymaq olar bu baxımdan. Bu il ən çox tənqid olunan komandalardan biri Zirədir. Çünki keçən il ki, baxımlı oynamadığını, keçən mövsümki və ondan qabaqki mövsümki baxımlı oyunu oynamadığını söyləyirlər. Amma bu komanda Azərbaycan Kubokunun finala çıxırsa, hal-hazırda 3-cülük və 4-cülük uğrunda mübarizə aparırsa, məncə tənqidə o qədər də gərək yoxdur. Çünki nəticə artıq qənaətbəxşdir. Komanda finala çıxır. Ümumiyyətlə hər bir klubun tənqidi həmişə gərək olur. Çünki tənqid inkişafın belə deyək, daha da amma baltalamağa gərək yoxdur da. Yox, təbii ki, baltalamaq ayrı bir ifadədir, tənqid etməyə ayrı. Düşünürəm ki, Zirə kifayət qədər də yaxşı futbol oynayır. Əgər praqmatik futboldan söhbət gedirsə, təbii ki, bu imişliyini biz burada qeyd edə bilərik Turantovla, amma yəni deməzdim Rəşad Sadıqovun komandası sırf müdafiə yönümlü futbol. Təbii ki, vacib oyunlarda bəzən misal üçün Neftçi ilə oyunda və yaxud götürək Turantovuzdan Kubokun cavab oyununda normaldır, yəni komandanın bu oyunun ikinci hissəsində də çox yaxşı, yəni açıq futbol getdi. Yəni hətta ikinci hissənin sonlarında bütövlükdə belə deyək də Turantovuz komandasını müdafiəyə sıxmışdı, sıxmağı bacarmışdı. Hesab bərabərləşsə belə. Hər bir halda Rəşad Sadıqov orada yaxşı bir komanda formalaşdırır və bu faktdır ki, komanda ardıcıl Avrokubok zonasında qərarlaşır, artıq neçənci mövsümdür.
Hətta ötən mövsüm daha yaxşı çıxış, ötən mövsüm yox, ondan öncəki mövsüm daha yaxşı çıxış etdilər. Zaman lazımdır. Məncə daha yaxşı 1-2 mövqeyə də futbolçu transfer etməklə Rəşad Sadıqov Avrokuboklara vəsqə qazansa bu komandası orada yaxşı nəticələrə ümid edə bilərik. Sabah Karvanı 2-0 hesabla məğlub etdi. Birinci hissədə Bakı təmsilçisi qol vura bilmədi. Baxmayaraq ki, Qavi Thompson 2 ardıcıl sarı vərəqə alaraq qırmızı almışdı. İkinci hissədə amma komanda deyəsən Dambraskas futbolçuları çox yaxşı motivasiya etməyə bacarır ki, qardaş, yəni oynamaq lazımdır, qələbə qazanmaq lazımdır. Sabahı məncə indidən çempionluq münasibəti ilə təbrik etmək olar. Böyük bir iş gördülər həqiqətən də. Düzdür, bir çoxları başqa məqamlar axtarırlar Sabahın çempionunun arxasında, amma həqiqətən Dambraskas və komandası 23 yaş ortalaması var bu komandanın. Çempionatın ən gənc komandalarından biridir. Və əsas rəqiblərini də bu mövsüm oynadılar. 5 oyunun 5-ində də məğlub etdilər. Səncə Sabahın çempionluğu təsadüf edirmi, yoxsa davamlı strategiyanın, davamlı planın bir nəticəsidir? Yox, təbii ki, klub rəhbərliyinin işə doğru yanaşmasının nəticəsidir çempionluq. Çünki ötən mövsüm komanda Avrokuboklara vəsqə qazandı, xüsusən kubokda Azərbaycan kubokunun qalibi oldu. İndi hazırda çempionluğu demək olar ki, rəsmiləşdirməyib, amma demək hamımız məlumdur ki, artıq 90% yəni hətta deyən 99% komanda çempiondur və hətta yenə kubokun finalında hətta qızıl dubl etmə imkanı var klubun. Bu klub rəhbərliyinin işə doğru yanaşması nəticəsidir. Çünki bu günləri davamlı belə deyək, inkişaf etmək istəyirsənsə, daha yaxşı nəticələr əldə etmək üçün kosmetik dəyişikliklər yalnız edə bilərsən. Köklü çox dəyişikliyə ehtiyac yoxdur. Biz xüsusi mən bir məsələni vurğulamaq istəyirəm. Baş məşqçi məsələsini ki, bu klub rəhbərliyi bir dönəm Murad Musayevi gətirdi, uğurlu oldular. Daha sonra Rendulici və daha sonra Berezovski ilə kubok qazandı. Hansı ki, ən belə deyək, Berezovski komandası şən futbol oynamırdı. Lakin buna rəğmən komanda belə deyək, kuboku qazandı. Avrokuboklara vəsqə qazandı və belə deyək, titul olaraq ilk dəfə Sabahın muzeyini apara bildi. Hazırki vəziyyətdə də Dambraskas komandanı istədiyi belə deyək, səviyyəyə gətirib çatdıra bilib. Hərçənd nə qədər desək ki, mən bəzi hələ istədiyim səviyyədə deyil komanda. Bir maraqlı məqam var Dambrasqasın 2-0 udsa da 3-0 udsa da, yəni komandasından həmişə narazı olan bir baş məşqçidir. Yəni dəfələrlə bu mətbuat konfransında soruşmuşam ki, yəni komanda 2-3-0 udub da nədən narazısınız? Biz daha çox qol vura bilərdik. Daha yəni qaçırılan imkanları yəni təhlil qabiliyyəti, komandanın təhlil qabiliyyəti çox yüksəkdir Dambrasqasda. Qaçırılan imkanlara belə təəssüflənir. İstəyir ki, bütün qurduqları planlar, bütün hücumlar doğru və dəqiq olsun. Yəni, bu baxımdan çox yaxşı bir baş məşqçidir. Mən son olaraq son zamanlar həm ictimaiyyətdə, həm sosial şəbəkələrdə Sabah çempion olsa belə Çempionlar Liqasında o nəticəni verə bilməyəcək belə bir fikri formalaşıb. Yəni, məncə çox bir şey istəmirlər ki, yəni bir 9 illik bir komandadan, 9-10 yaşı olan bir komandadan və ilk çempionluğunda da Çempionlar Liqasında nə bilim qrupları, play-off'a arzulamağı tez deyil hələ. Yəni, çünki Qarabağ bunu illər sonra bacardı. Yəni 16-15 il bəs elədi ki, belə bir uğurlara gəlib imza ata bilsin. Yəni Sabahdan bunu istəmək üçün tez deyil hələ. Qarabağın Çempionlar Liqasındakı uğurun fonunda istəmələr tez deyil o baxımdan ki, artıq Azərbaycan azarkeşi belə deyək, Çempionlar Liqasında liqa mərhələsini gördü, play-off'u gördü, Avropa Liqasında play-off'u gördü. Bu baxımdan normaldır nəticə istəmələri. Uğursuzluq olacağını deyən təbii ki, bir qism azarkeşdir. Onların da fikrinə hörmətlə yanaşmaq lazımdır. Amma faktiki olaraq komanda hələ heç Avrokuboklarda oyuna çıxmayıb. Lakin indi negativ fikirlər səsləndirmək də doğru deyil. Hər halda mən düşünürəm ki, Sabah bu 3 turnirdə, çünki ümid eləyək ki, Çempionlar Liqası olar. Olmayacağı təqdirdə bu 3 turnirin hər hansı birində liqa mərhələsinə, Avropa Liqası da ola bilər, Konfrans Liqası da ola bilər. Liqa mərhələsinə vəsqə qazana bilər. Çünki bu hazırda komandanın sərgilədiyi futbol və qazandığı nəticələr bunu deməyə əsas verir. Səbət, təşəkkür edirəm ki, dəvətimi qəbul etdin, belə bir gözəl şəraitdə çəkiliş elədik. Çox sağ ol, minnətdaram dəyərli fikirlərinə görə. Bizə ayrılan başa çatdı. Sağ olun, salamat qalın. Gələn görüşlərdə görüşmək üzrə.